Ötən il Naxçıvanda hərbi xidmətdə dünyasını dəyişən Ceyhun Hüseynovun il mərasimi keçirilib. Ordubad rayonunun Gəncə kəndində baş tutan mərasimdə mərhumun yaxınları, şəhid anaları, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak ediblər. Onlar mərhumun məzarını ziyarət edib, ruhuna dualar oxuyublar. Şəhid anası, bütün balaları bizim balamızdır. Qeyrətlərinə qurban olur. Allah'a Xatırladaq ki, Ceyhun Hüseynov 16 noyabr 1999-cu ildə Bakı şəhərində anadan olub. O, mehribançılığı, səmimiyyəti, çalışqanlığı ilə hər zaman yaşıdlarından fərqlənib. Liseyi bitirdikdən sonra qəbul imtahanında 627 bal toplayan Ceyhun Ada Universitetində təhsilini davam etdirib. Daha sonra isə Təl-Əvivdə magistratura təhsilini bitirib. Ali təhsilini başa vurduqdan sonra vətən qarşısında borcunu yerinə yetirmək üçün hərbi xidmətə yollanıb. Hərbidən tərxis olunmağına 20 gün qalmış, onun qısa və lakin mənalı ömrü sona çatıb. Belə ki, Əskər Hüseynov Ceyhun Tofiqoğlu iyunun 9-da Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində naməlum şəraitdə itkin düşüb. İyunun 11-də isə onun nəşi tapılıb. Mərhumun nəşi Ordubad rayonunun Gəncə kəndində torpağa tapşırılıb. Allah rəhmət eləsin.